Hər kəs salam. Bugünkü dərsimiz Styles qrupunda Sales Styles menüsü olacaq. Əvvəlki dərsimizdə Format as Table menüsünü izah elədik, cədvəlimizə stil tətbiq elədik. Bu dərsimizdə isə Sales Styles menüsündən istifadə edərək xanaya stil tətbiq eləyəcəyik. Gəlin bu xananı seçək. Biz bu xanaya, baxın, font və yaxud da alignment qrupundan istifadə eləyərək bu xananı formatlaya bilərik. Misal üçün, bunun arxa fonunun rəngini bu rəngdə eləyə bilərik və yaxud da yazının rəngini ağ rəngdə eləyə bilərik. Müxtəlif əməliyyatları burada yerinə yetirərək format tətbiq eləyə bilərik. Bir də var ki, hazır stillər var burada. Xanaya stillər, formatlar verə bilərik və yaxud da custom olaraq özümüz stil yarada bilərik. Ctrl-Z deyirəm, geri qayıdıram. Baxın, burada birinci bölməmiz good, bad və neutral formatlardır, stilləridir. Misal üçün, bu xanaya yazaq müsbət ədəd 55, bura yazaq mənfi 55, bura yazaq 0. Mənfiləri bad olaraq qırmızı rəngdə stil verə bilərik, formatlaya bilərik. Müsbətləri yaxşı olaraq qiymətləndirə bilərik. 0-ı isə neytral olaraq qiymətləndirə bilərik. Yəni, bu şəkildə formatlama apara bilərik bu şablon stillərinə. Sonra burada var data and model, müxtəlif burada stillər var. Misal üçün, notumuz varsa, qeydimiz varsa, onu bu rəngdə, belə deyək, format stil tətbiq eləyə bilərik və yaxud da giriş-çıxış varsa, onları buradan, bu şablon stillərdən istifadə eləyə bilərək, formatlaya bilərik. Və yaxud da warning text olaraq səhv, yanlış mətn varsa, onu bu şəkildə formatlaya bilərik. Sonra burada nə var? Deməli, aşağı hissədə var titles and headings. Bu, başlıqlara stil vermək üçündür. Misal üçün, bizim başlığımız, baxın, budur. Bura biz bu başlıq stillərini verərək formatlaya bilərik. Müxtəlif stillərdən istifadə edərək. Sonra aşağıda var vurğu stilləri, səviyyələrə görədir. Tutalım ki, bu diapazondur. Bu diapazona biz müxtəlif bu stillərdən verə bilərik. Sonra aşağıda number format stilləri var. Tutalım ki, seçək bu maaş sütunun. Gəlir burada number format şablon stillərindən istifadə edirik. Misal üçün, bu stili seçdikdə fikir verin. Maaşlar vergüllə, sıfırlarla ifadə olunub. Bu stili seçdikdə tam olaraq ifadə olunacaq. Currency stilini seçdikdə valyuta formatında olacaq. Fikir verin, vergüllərlə də, sıfırlarla da. Currency bu şəkildə olanda tam olaraq verəcək bizə bu valyutanı. Percent isə, belə deyək, faiz formatında tətbiq eləyəcək. Sonra burada aşağıda New Sales Style butonu var. Buna klik etdikdə Style pəncərəsi açılır. Biz stilimizə ad verə bilərik. Burada, belə deyək, default olaraq Style 1 yazısı olaraq verib. Biz istədiyimiz adı burada verə bilərik. Sonra burada format butonu var. Buna klik etdikdə belə bir format ses pəncərəsi açılır. Biz burada xanamıza müxtəlif formatlar verərək stil yarada bilərik custom olaraq. Baxın, 6 dənə bölmə var burada. Number formatında tətbiq eləyə bilərik. Alignment olaraq tekstimizə istiqamət verə bilərik. Font olaraq qalın eləyə bilərik, italik eləyə bilərik, ölçüsünü dəyişə bilərik, müxtəlif fontlar verə bilərik ona və s. Border hissəsində çərçivə tətbiq eləyə bilərik, fil bölməsində müxtəlif arxa fona rənglər verə bilərik və s. Misal üçün olsun, arxa fon bu rəngdə. OK düyməsini klik elədik, fikir verin, həmən format tətbiq olunub. Burada həmən bölmələr, buradakı bölmələr burada qeyd olunub. Və hər birində checkboxlar var ki, o checkboxları seçdikdə həmən format, belə deyək, seçdiyimiz xanaya tətbiq olunacaq. Misal üçün, number formatını tətbiq eləmişiksə, buradan formatlamışıqsa, əgər mən number formatını yığışdırsam buradan, seçməsəm, o həmən xanaya tətbiq olunmayacaq. OK düyməsini klik elədim, fikir verin, burada Sales Styles menüsündə custom olaraq bir dənə stil yaratmış oldu. Sonra bu stilimizi istəsək, bu hissəyə, bu seçdiyimiz diapazona tətbiq eləyə bilərik. Ona klik etdikdə. Ctrl-Z deyirəm, geri qayıdıram. Bir də burada aşağıda Merge Styles var. Bu nədir? Misal üçün, gəlin burada bir yeni fayl açaq. Bax, bu bizim yeni faylımızdır. Bu, əvvəlki köhnə fayldır. Bu isə yeni faylımızdır. Gəlin burada Sales Styles menüsünü açıram. Baxıram, görürəm ki, custom olaraq yaratdığım stil burada yoxdur. Amma mən istəyirəm ki, köhnə faylımda yaratdığım o stili burada da tətbiq eləyim. Onun üçün burada Merge Styles butonu var. Buna klik etdikdə belə bir pəncərə açılır.
Baxın, Merge Styles From hissəsində bu sahədə bizim əvvəlki köhnə faylımız görsənir burada. Biz buna klik edib seçdikdə oradakı stili birləşdirəcək bura. Yəni oradakı stili bura tətbiq eləyəcək. Burada göstərəcək. Amma bir şey nəzərə almaq lazımdır ki, həmin o köhnə fayl açıq olmalıdır. Açıq olmasa burada görsənməyəcək. Baxın, burada açıqdır deyənə həmin faylın adı burada görsənir. Buna klik edirik, seçirik, bunu OK düyməsini klik edirik və gəlirik yeni faylımızda olan Cell Styles menüsuna. Fikir verin, həmin custom olaraq yaratdığımız stil burada görsənir. Və istədiyimiz burada diapazona, xanaya bu stili tətbiq eləyə bilərik. Bu da belə. Gələk bağlayaq buranı, deməli. Gəldik köhnə faylımıza. Sonra nə gəlir burada? Bu hissələri izah elədim. İstəsək bir də tutalım ki, bu şablon stilimizdir. Mouse'un sağ düyməsini bunun üzərində klik edirik. Belə bir kontekst menü açılır. Apply desək, seçdiyimiz xanaya həmin bu stili tətbiq eləyəcək. Sonra Ctrl Z deyirəm, gəlirəm. Yenə açıram kontekst menüsünü. Burada Modify düyməsi var. Modify-a klik etdikdə belə bir pəncərə açılır, Style pəncərəsi. İstəsək bu formatı dəyişib başqa bir format qoya bilərik. Misal üçün olsun yaşıl rəngdə. OK düyməsini klik elədik. Fikir verin, həmən bu rəngi dəyişildi, yaşıl rəngdə oldu. Amma bu fayl üçün keçərlidir bu. Siz yeni fayl açsaz, orada Excel-də həmən şablon stilin default olaraq stili nə idi? Onu görəcəksiniz orada, yeni faylda. Amma bu faylda, hansı ki burada dəyişmisiniz, burada onun dəyişilmiş formasını görəcəksiniz. Yeni fayl açsaz, orada həmən bu dəyişilmiş formasını görməyəcəksiniz. Çünki orada default versiyasıdır. Sonra istəsəz bunu duplicate olaraq çoxalda bilərsiniz. Misal üçün olsun indi sarı rəngdə. OK düyməsini klik elədik, bir də OK. Fikir verin, bunun sarı rəngdə formatda olan custom olaraq əlavə elədi, çoxaltdı. Bu da belə. Və yaxud da istəsəz bunu delete deyib silə bilərsiniz. Fikir verin, silindi. Amma yenə də deyirəm, bu fayl da silindi. Yeni fayl açsaz, orada artıq default versiyası olacaq. Deməli, bugünkü dərsimizdə Styles qrupunda Cell Styles menüsünü izah elədik. Növbəti dərslərimizdə Cells qrupunda Insert, Delete və Format menyularını izah eləyəcəm.